Salamlar. Bugün autentiklik sözünə açıqlama verməyə çalışırıq və öyrənəcəyik ki, biz özümüz autentikik yoxsa yox. Həmişə özümüz olmaq, həmişə özümüz kimi davranmaq nə deməkdir və sosial normalar, sosial rollarımız həmişə özümüz kimi olmağımıza, bizim mənimizə necə təsir göstərir? Qonağımız psixoloq Gülər Məmmədovadır. Xoş gəlmisiniz Gülər xanım. Çox sağ olun, Aha. təşəkkür edirəm. Bizə təşəkkür edirik iştirakınız üçün. Bu gün autentiklik haqqında danışırıq. Autentiklik sözünə necə açıqlama verərdiniz? Ümumiyyətlə bu sözün açıqlaması real mən deməkdir. Hı -hı. İnsanın daxili ilə xaricinin bir eyni vəhdət təşkil etməsi deməkdir. İnsan öz daxili məni ilə, yəni özünün xarici məni arasında bir balans olmalıdır, bir harmoniya olmalıdır. Autentiklik də ona əsas verir ki, insan daxilində hansı həyatı yaşayırsa, onu da xaricə yansıdır. Hı hı. Bu balansı onda biz necə olur ki, itiririk? İtiririk, bilirsiniz, insan doğulandan xüsusi bir psixikaya sahib olur artıq. Zamanla onun psixikası, yəni idrak prosesləri formalaşmağa başlayır. Artıq çağalıq dönəmindən böyüyür, mərhələ-mərhələ inkişaf eləyir və o inkişaf elədikcə, onun idrak prosesləri inkişaf elədikcə insanda müəyyən bir xüsusiyyətlər formalaşmağa başlayır. İnsanın 3 məni yaranır daxilində. Real məni, ideal məni, sosial məni. Real mən onun evdə özünün olduğu kimi aparmasıdır. İdeal mən onu cəmiyyətdə onu necə görməlidirlər deyə ailənin ötürdüyü bir tərbiyə və sosial mən də cəmiyyət onu necə qarşılayar deyə. Bax, bu 3 funksiya ilə böyüyən insan bəzən autentliyi düzgün ifadə edə bilmir, çaşqınlıq içində qalır. Bir çox insanlar bunun mübarizəsində olur, körtəbii şəkildə olduğu kimi olur, sərbəst olur, müstəqil olur. Onu bir çox situasiyalarda qınayırlar ki, sənin həddindən artıq səmimiyyətin sənə problem yaradır. Və yaxud da sənin hər şeyə yox deyə bilməməyin, və yaxud da sənin ümumiyyətlə imtina etməyin, sənin bir çox şeyləri bəyənməməyin, insanların üzünə hər şeyi birbaşa deməyin problem yaradır. Onda insan özü kimi olmaq istəmir, artıq daxilindəki o azadlığı boğur və başlayır fərqli rola girməyə. Bəlkə biraz da boğmaq lazımdır. Çünki sizin izahınızdan açıq-aydın biz əslində belə başa düşürük ki, autentiklik bir çox hallarda bizim əleyhimizə işləyə bilər. Həmişə özümüz kimi bəlkə də olmaq lazım deyil və bundan qeyri-səmimilik arasında, yəni qeyri-səmimiliyə çatmadan necə autentik həmişə olmamaq olar? Təbii ki, biz ailədə özümüzü tam fərqli göstərdiyimiz təqdirdə dostlarımızın əhatəsində bir fərqli oluruq. Ümumiyyətlə cəmiyyətdə, yəni sosial mühitdə, fərqli-fərqli qruplarda özümüzü fərqli təqdim edirik. Bu bizim mədəniyyətimizin, yəni əslində çərçivələnməsi deməkdir. Yəni belə bir fikir var əslində, deyirlər ki, mədəniyyət azadlığın çərçivələnməsidir. Yəni sənin elə olduğun kimi olmağın, təbii olmağın hər şeydə, yəni için, çölün bir olmağın hər şeydə özünü doğrultmaya bilər, sənə problem yarada bilər. Rəsmi münasibətlər var, qeyri-rəsmi münasibətlər var, işgüzar münasibətlər var, dostluq münasibətləri var. Yəni bu kimi situasiyalarda insanların davranış qaydaları özünə məxsus olmalıdır. Bunu da artıq uşaq ikən, olsun ki, məktəbəqədər dövrdən etibarən, kiçik məktəbli dönəmində, məktəbəqədər dövrdə tərbiyəçilər, ailə, kiçik məktəbli dövründə müəllimlər, bax bu davranış jestlərini öyrədirlər. Düzdürmü? Amma gəlin görək, hamı eyni şəkildə öyrənirmi? Yox. Və siz çox doğru buyurdunuz ki, insanların çox sərbəst, çox səmimi olması onlara çox hallarda problem yaradır. Çünki insan özünü tam-tamına bütün varlığı ilə nəyi var aşkara çıxarır. Və insan öz daxili idrak proseslərini, bütün daxilində hiss etdiyi hiss və emosiyaları, yəni aşkara çıxardanda
o zaman insan haqqında belə bir fikir yürüdülür ki, emosional intellekti aşağıdır. Çünki hiss və emosiyalarını lazımi şəkildə idarə edə bilmir. Aha. Onda autentik olmaq belə çıxır ki, həm də biraz vəhşilik və mədəniyyətsizlikdir. Nəyə görə? Çünki siz vurğuladınız ki, bağça dövründən özü bəri müxtəlif təlim proseslərində bizə bir çox şeylər öyrədilir və bunu qavramayan insanlar həmişə adətən daha çox hallarda özü kimi davranmağa çalışırlar. Belə izah açıqlama verə bilərik? Bilirsiniz, vəhşilik biraz daha qorxunc səslənsə də, yəni demək istədiniz ki, sərhədləri aşmış olur o insanlar. Yəni onların, belə deyək də, onların qarşısında kimsə dayana bilmir. Nə istəyirlər? Hansı davranışları istəyirlər? Sərgiləyirlər, düzdürmü? Məsələn, hamının psixikası eyni səviyyədə inkişaf eləmir. Cəmiyyətdə biz hamıya uyğun davrana da bilmərik və həddindən artıq sərbəst də davrana bilmərik. Çünki bugünün insanı öz psixologiyasının inkişafında xaricdən yaxşı söz eşitmək istəyir, könlü açılsın deyə, neqativlikdən uzaq olmaq istəyir. Gəlin təsəvvür edək ki, bir insan necə var elədi. Yəni o özünü yontalamır, o özünü çox sərbəst və çox azad hiss edir və hər yerdə ürəyi nə istəyir ifadə eləyə bilir və daxili intizamı yoxdur. Daxili intizamı olmayan insanlar ünsiyyətə girərkən bütün fikirlərini çılpaqlıqla ifadə edirlər və o qarşı tərəfin yaşını, statusunu nəzərə almayıb subordinasiyanı pozurlar. Ona görə də autentlik o demək deyil ki, elə sən həqiqətən də hər zaman bundan istifadə edə bilərsən. Sən onu öz xeyri və lazımi yerlərdə, vacib məkanlarda istifadə etmək sənin bir şəxsiyyət olaraq borcundur. Sizcə, mən beləyəm demək, həm sizcə, həm də ümumiyyətlə psixologiyada mən beləyəm demək sərhəd qoymaqdır, yoxsa məsuliyyətsizlikdir? Çünki mən beləyəm deməli, bəzən sənə bir çox hallarda sənə uyğunlaşmaq istəmirəm. Mənim öz mənimim var. Bəli, çox gözəl sual verirsiniz də. Çünki bizi dinləyən insanlar düşünə bilərlər ki, mən beləyəm deyə məni belə qəbul edin. Situasiyadan situasiya, şəxsiyyətdən şəxsiyyətə bu seçilir. İnsanlar bəzən həqiqəti eşitmək istəmirlər. Bəzən həqiqəti demək lazımdır. Həqiqəti eşitməyi də bacarmaq lazımdır. Həqiqəti qəbullanmağı da bacarmaq lazımdır. Bəzi insanlar həqiqətdən qaçmaları üçün, yəni düzünü eşitmək istəmirlər, öz düzlərində dayanmaq istədikləri üçün autentik insanlardan uzaq dururlar. Çünki bu elə bir prosesdir ki, insan öz fikrini bildirəcək və çəkinmədən sənə deyəcək ki, mən bunu qəbul etmirəm. Bax, burada siz haqlısınız. Amma bəzən insan haqsız yerə kimisə danlayır, ittiham edir və bu danlaq, bu ittiham əsassız olur. Bax, orada artıq kobudluğa yol vermiş olur. Amma hər kəs əsaslı şəkildə daha sağlam münasibətləri bərpa eləmək üçün, yəni doğru dürüst fikirlərini ifadə etməkdə haqlıdır. Qarşı tərəf əgər bu həyatdan dərs çıxarmaq istəyirsə, dinləməyi bacarmalı və özünün düşüncələrini çıxdaş etməyi bacarmalı və bir də tənqidə açıq olmalıdır. Baxır, tənqid hansı formada deyilir qarşı tərəfə. Gülər xanım, sonda nə tövsiyə edərdiniz? Yəni bu adam autentikdir, səmimidir. Necə deyirlər, özünü yığışdıra bilmir də, səmimidir. Necə zəif görünməsin? Bilirsiniz, belə insanlar əslində körtəbii olduqları üçün maraqlı olurlar. Mən hər kəsə belə bir insan, ya dostu, ya bacısı, ya qardaşı olmağını arzulayardım. Amma düşünürəm ki, bəzi davranışlar korreksiya olunmaq məcburiyyətindədir. Çünki tam-tamına şəffaf olub da hər şeyi sanki yerindəymiş kimi demək doğru deyil. Qəlb sındırmaq olar, kobudluq etmiş olar insan, bütün münasibətləri özünə qarşı kəsmiş olar və cəmiyyətdə qına obyektinə çevrilə bilər. Yəni bax, bu kimi situasiyalar baş verməsin deyə, yəni hər şeyin bir həddi var, hüdudu var, dərəcəsi var. Yəni limit olmalıdır münasibətlərdə də. Həddindən artıq çox yaxın münasibət, yəni kimliyindən asılı olmayaraq sonu yaxşı qurtarmaya bilir. Məncə bütün münasibətlərdə sərhədlərimizi aşmadan, daxili nizamımızı qoruyaraq, qarşı tərəfə də mənim sərhədlərimi aşmağa sənə izin vermirəm. Bilirsiniz, bu təməldən qoyulmalıdır. Təməldən qoyulmayanda, bütün yolu belə gələndə
Və sonda insan insanın sərhədini aşanda böyük bir skandal olur, konflikt yaranır, düzdürmü? Amma təməldən düzgün qurulanda münasibətlər, hərçənd ki biz hamımız buna müvəffəq ola bilmirik. Elə hər kəs yıxıldığı yeri bilsə, yerə döşək atardı da, düzdürmü? Ona görə biz təməldən münasibətlərimizi tam sağlam, belə sırf psixoloji aspektdən ideal formatda qura bilmirik deyə, ona görə də bax, o cür insanlarla ünsiyyətdə olanda qıcıq oluruq. Çünki bizim hamımızın bir özümüzün bir tutduğumuz həyat tərzimiz var, qaydalarımız var. Ona kimsə pozanda bizim xətrimizə dəyir. Məhz bu autentik insanlarla da danışanda çalışmalıyıq ki, artıq o insanı sezdikdən sonra, tanıdıqdan sonra onunla bir distansiya yaradaq. Bax, bu bizim məsafəmiz bizim özümüzdən asılıdır. Yarada bilməyəndə o bizim planlarımızı pozar və həyatımızda müəyyən bir negativlər yarada bilər. Təşəkkür edirik, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Buyurun. Deyirlər ki, hər birimizin azı 3 versiyası var. Sosial mediada, sosial həyatımızda və evimizdə. Doğrudan da belədir. Hər gün fərqli rollara giririk. Biri bizi izləyir deyə gülümsüyürük, biri bizi tanımır deyə susuruq. Biri bizə yaxındır deyə yorğunluğumuzu gizlətmirik. Sosial mediada daha güclüyük, evdə daha zəifik, küçədə isə daha ehtiyatlıyıq. Bunların heç biri yalan deyil. Sadəcə hamısı bizim fərqli tərəflərimizdir. Amma bəzən bu rollar o qədər çoxalır ki, suallar yaranır. Hansı mən daha realdır, yoxsa hamısı mənəm? Biz bu rolları çox vaxt şüurlu şəkildə seçmirik. Cəmiyyət, mühit, gözləntilər bizi formalaşdırır. Bəs bu dəyişən mənlər psixoloji olaraq nə deməkdir? Bu normaldır, yoxsa təhlükəli bir parçalanmadır? Bu məsələyə aydınlıq gətirmək üçün psixoloqa suallarımız var. İnsanların fərqli mühitlərdə fərqli cür davranması əslində bir problem deyil. İnsanlar bunu seanslarda dilləndirirlər ki, mənim üçün bu problemdir. Evdə olduğum kimi çöldə ola bilmirəm, çöldə olduğum kimi dostlarımın yanında ola bilmirəm, işdə ola bilmirəm. Amma gəlin bu məsələni biraz açaq. İnsan nə qədər emosional zəkası yüksəkdirsə, sosial qabiliyyətləri nə qədər yaxşıdırsa, bir o qədər fərqli mühitlərdə fərqli cür, amma özü kimi davranır. Amma yox, sən əgər, məsələn, sənin azadlıq dəyərin varsa və yaxud da sərhədlərin varsa, kəskin sərhədlərin varsa, məsələn, sosial mühitdə bu tapdalanırsa, sən buna görə fərqli cür davrananda özünü pis hiss edirsənsə, bu zaman adaptasiya olmaqdan çıxır, insanı başqa bir mənə aparır. Bu zaman insan doğrudan da özünü yaxşı hiss eləmir, özgüvəni düşür, müəyyən stres keçirir, həmin mühitlərdən qaçır, diskomfort hiss eləyir, başlayır insanlara fədakarlıqlar eləməyə və yaxud da özünə nəsə vermək ki, insanlar onu qəbul eləsinlər. Belə olan halda artıq onda sosial adaptasiya problemi deyə bilərik. Biz ya da ətrafımızdakı insanlar çox vaxt belə olur ki, dostlarla da, ailəmizlə də özümüzün fərqli tərəflərimizi ortaya qoyuruq. Məsələn, dostlarımızla daha şən oluruq, deyib gülürük, amma ailəmizin yanında biraz daha sıxılırıq, daha ciddi oluruq. Bu, ailəmizlə olan münasibətimizdəki boşluqdan xəbər verir, yoxsa elə belə də olmalıdır, o pərdə olmalıdır? Buna belə izah vermək istəyirəm. İnsan fərqli, bayaq toxunduq ki, fərqli mühitlərdə fərqli cür davrana bilər. İnsan sosial varlıqdır və nə qədər çox sosial qrupun üzvüdürsə, bir o qədər özünü komfortda hiss edir və xoşbəxt hiss eləyir. Məsələn, sən işdə, məktəbdə, universitetdə, dostlarının yanında, ailə həyatında fərqi yoxdur. Və yaxud da hər hansı bir yeni qoşulduğun bir mühitdə özünü yaxşı hiss edirsənsə, ora aid hiss edirsənsə, bir müddətdən sonra artıq səndə özünlə bağlı barışıq əmələ gəlir ki, mən qəbul olunuram. Ona görə də biz qəbul olunmayan tərəflərimizi, dırnaqarası buna kompleks deyə bilərik, çalışırıq insanlara göstərməyək. Valideynlərin də ideal bir uşaq obrazı var. Bunu hamımız bilirik ki, onlar istəyirlər ki, onun uşağı onun beynində canlandırdığı bir obraza yaxın olsun. Elə olan halda uşaq bilir axı bunu. Uşaqlıqdan böyüyəndə bilir necə bir ailədə böyüyür və ailənin qoyduğu şərtləri aşağı-yuxarı hamımız bilirik. Əgər ailə şərtləri həddindən artıq çox olarsa, məsələn, oxumalısan, ağıllı olmalısan, belə geyinməlisən, belə yeriməlisən, belə oturmalısan, ya da bizim ailəmizə yaraşan tərz budur, onda artıq insan özünü başlayır bir növ limitləməyə. Oturuşuna, duruşuna, danışığına fikir verir və yaxud da başlayır özünü sıxmağa da. Bəlkə də heç elə göstərsə özünü olduğu kimi ailəsi onu qəbul eləyəcəyi, heç qorxulu bir şey yoxdur. Sadəcə elə olur, burada valideynlər də özlərini səhv ifadə eləyir. Bir müddətdən sonra artıq insan başlayır bu hərəkətləri evdə gələndə limitlədiyi üçün evdə dırnaqarası özü olmamağa. Axı dostların bir müddətdən sonra onlara maraqlı deyil. Mənim dostum belə olsun, elə olsun.
bir şablon yoxdur. Onlara maraqlıdır ki, sən ona necə bir münasibət göstərirsən. Amma valideyn yox, valideynə maraqlıdır ki, mənim uşağım necədir? Necə olmalıdır? Mənim uşağım oxuyan mı olmalıdır? Nə qədər maaş almalıdır? Məsələn, belə bir düşüncə qəlibləri olduğu üçün insan evə gedəndə və yaxud da valideynlərlə münasibət quranda çalışır valideynlərinin görmək istədiyi obrazı onlara təqdim etsin və yaxud da özünü gizləyir ki, görməsinlər valideynim məni. Müsahibimiz qeyd eləyir ki, insan ilk növbədə qeyri-sağlam müqayisələri dayandırmağı öyrənməlidir. Çünki bu, özünə olan güvəni səssizcə yeyib bitirir. Əslində, yolun əvvəlində cavab verməli olduğumuz ən əsas suallar bunlardır. Mən kiməm, nə istəyirəm, potensialım hara qədər çatır? Bu suallara cavab tapmaq üçün isə özümüzü diqqətlə müşahidə eləməyimiz vacibdir. Fərqli rollar bizə həyata uyğunlaşmağa kömək eləyir. Bəzən bu dəyişiklik bizi qoruyur, bəzən isə yavaş-yavaş səssizləşdirir. Bütün bunların arxasında dayanan əsas məsələ isə özümüzü yaxşı tanıya bilməyimizdədir. Qonağımız bloger, kiçik sahibkar Günay Qarayevadır. Xoş gəlmisiniz. Xoş gördük. Günay, sizi sosial mediada çox səmimi videolarınızla tanıyırlar. Bundan başqa bizə nə deyə bilərsiniz? Səmimi olmağınızdan başqa özünüz haqqında danışın. Əslində mən həyatda da, videoda necə görünürəm eləyəm və həyatımın bir parçasını sadəcə orada paylaşıram. Bunu nə dərəcədə səmimi eləyirəm, onu deyə bilmərəm. Onu təbii ki, izləyicilər deyir. Amma o sadəcə mənim paylaşdığım Günay, Günayın rənglərindən biridir deyə bilərəm. Yəni səmimisiniz, amma həmişə elə deyilsiniz də, düzdür? Çünki çox populyar bir fikir var və düzgün bir fikir var ki, həmişə də pozitiv olmaq mümkün deyil. Biz sizi həmişə pozitiv görürük. Amma bu sizi qeyri-səmimi etmir həmişə olduğunuz kimi görünməməyiniz, yox? Yəni çəkilişdə təbii ki, həftənin o gününü seçirəm ki, Günay o gün depressiyada olmasın və səmimiyyətini ötürə bilsin. Təbii ki, əldə mümkün deyil. Yəni əgər səhər tezdən qalxıb o metroya girirsinizsə, o xaosun içinə girirsinizsə, səmimi olmaq, deyib gülmək mümkün deyil. Hətta mənim özümə bəzən yazırlar ki, sizi metroda gördük, amma üzünüzdən zəhrimar tökülür. Niyə beləydiniz? Yəni izah eləyə bilmirsən ki, o çətinliyin içində, xaosun içində hər dəfə səmimiyyəti göstərmək mümkün deyil. Amma yəni o demək deyil ki, mən kameranı görəndə oynayıram. Yəni sadəcə insanlara pozitiv aura ötürmək istəyirəm. Mənim də yadıma saldınız ki, mənim də özümdən xüsusən ictimai nəqliyyatda tez-tez zəhrimar tökülür, amma bu yəni həqiqətən kobud olmaq demək deyil əslində. Bəzən də digər sizin belə deyək həmkarlarınız, blogerlər və sair depressiyada olduğu, kədərli olduğu anları da bölüşürlər. Bu da əslində səmimidir. Yəni bu an beləyəm və bunu bölüşürəm. Bir növ empatiya qurmağa çalışırlar. Onlarla eyni hissləri yaşayan insanlarla. Siz necə fikirləşirsiniz? Belə anları paylaşmaq lazımdır, yoxsa istənilən halda sosial mediadan neqativ ötürmək nəyə lazımdır ki? Necə olardı cavabınız? Məncə bəzən paylaşmaq olar, çünki özüm də paylaşmışam. Bu nə dərəcədə düzgündür deyə bilmərəm, amma insanların ağlında belə bir fikir var. Sosial mediaya hal-hazırda psixoloji seans kimi baxırlar. Yəni girib oradan pozitiv aura qazanmaq, deyib gülmək, əylənmək, mən özüm məsələn yemək yeyəndə açıb videolara baxmaq. Yəni bunların hamısı əslində bizi rahatlatmaq üçündür. Mən düşünmürəm ki, zəif görünüm qazandırır əgər siz ağlayaraq video çəkirsinizsə. Demirəm hər dəfə bunu davamlı eləyin, amma bəzən yəni siz ağlaya da bilərsiniz, bu təbii bir haldır. Onun çəkilməyində də mən düşünmürəm ki, bir problem var. Və bəzən də bu bəlkə də kontent seçimimizdən asılıdır. Bu saat əylənmək istəyirəm, yaxud sabah kədərliyəm və ona uyğun kontent axtarıram. Ona görə yəqin ki, hamısı olmalıdır əslində. Məncə də. Autentiklik haqqında nə düşünürsünüz? Biz yəni həmişə səmimi olmaqdan, özümüz kimi olmaqdan danışdıq. Siz özünüzü həmişə özünüz kimi hiss edirsiniz hər yerdə? Xeyr, təbii ki, özüm. Bəzən gərgin hiss elədiyim, utandığım, çəkindiyim məqamlar, yerlər olur. Yəni əslində mən özüm də böyümə mərhələsindəyəm ki, fərqi yoxdur. Bu sözü 60 yaşında bir insan da deyə bilər, 20 yaşında bir gənc də deyə bilər. Bəzən dəyişikliklərim və verdiyim yeni qərarlar məni də çaşdırır ki, özünsən Günay, yəni hansısan sən ya da bu qərar səni nə dərəcədə xoşbəxt eləyir. Təbii ki, bu sualın cavabını mən də ara-ara özümə verirəm. Özünsənmi, hansı Günayı daha çox bəyənirsən? Amma düşünürəm ki, prosesin özü maraqlıdır.
elə o sualı özünə verib və cavab tapmağa çalışmaq. Bəzən hətta tapa bilməsək. Tapa bilməsək. Aha. Kədərlənmə haqqında danışdınız. Mən sizin əslində kədərli videonuzu görməmişəm. Necə bir videonuzu görmüşəm? Sevincdən kədərləndiyiniz anları. elə bir Aha. video. Belə anları paylaşmaq sizcə izləyicilərdə hansı emosional reaksiyalar yaradır? Düşünürəm ki, izləyicidə təbii ki, öncəliklə səmimiyyət hissini oyadır. Aha. Çünki bilmirəm, bəlkə də bəziləri suni şəkildə ağlaya bilər. O da bir qabiliyyətdir. Ona da sözüm yoxdur. O bəlkə də səmimiyyəti də bəzən elə ötürə bilərlər ki, siz həqiqətən səmimi olduğunu hiss eləyərsiniz, amma olmaya da bilər. O özü də bir qabiliyyətdir mənə görə. Amma mənə görə insanlar ağladığım anı belə görəndə deyirlər ki, hə, yəni bu insan da ağlaya bilər, bu normal haldır. Hətta mənə dəfələrlə təzə bir olay danışım başıma gələn. Bir xanımın qardaşı rəhmətə getmişdi. O mənə şey dedi: "Günay, mən günlər keçdi, toparlana bilmədim. Sizin videonuza baxdım, elə toparlandım." Və bu geri dönüşləri mən tez-tez alıram. Onda anlayıram ki, mən düzgün yoldayam. Yəni pozitiv auranı ötürmək daha necə deyim, önəmlidir. İnsanlar istəyir, nəinki ağlamalı videoları. Aha. Gəlin qeybət haqqında danışaq. Sizin videolarınızda biz bunun səmimiliyini hiss eləyə bilirik. Hamamda makiyaj elədiyiniz vaxt sanki bir növ yəni qeybət eləyirsiniz. Qeybət sizcə həyatımızın vacib və ayrılmaz bir parçasıdır? Şəxsən məncə Söhbət elədir. qadınlardan gedirsə, Aha. bəli. Çünki biz məsələn sevirik rəfiqələrimizlə danışmağı. Bu da əslində terapiyanın bir növüdür. Düşünürəm ki, bəli, qadınlar üçün ayrılmaz bir parçasıdır. Yəni mən necə rəfiqələrimlə eləyirəmsə, düşünürəm ki, onu sosial mediada da eləmək mümkündür. 15 min rəfiqənizlə. 15-17 min Aha, artıq. artıq. Məncə eləmək mümkündür. Çoxlarıyla ünsiyyətim var, danışıram və yeni insanlar qazandırır bu mənə. Yəni səmimiyyət heç vaxt məndən nə isə itirməyib, əksinə qazandırıb. Qeybət bir də analiz bacarıqlarımızı gücləndirir sanki biraz. Analitik düşünürəm. Aha, bəli. Gəlin sizin sahənizdən danışaq. Yemək sektorundasınız yox və bu sizin ixtisasınızla bağlıdır. Xeyr, ixtisasımla qətiyyən bağlı deyil. Mən iqtisadçıyam, artıq sonuncu kurs tələbəsiyəm. Yəni iqtisadiyyatla yeməyin bəlkə də hardasa toxunduğu, kəsişdiyi məqamlar var. Çünki iqtisadiyyat bir çox Hər sahələri şeylə əhatə belə eləyir. baxanda əlaqələndirə bilərik. Yəni eynən uzaqdan uzağa əlaqəsi var, amma heç bir mənə necə deyim, aldığım təhsilin yemək sahəsində ötürdüyü heç nə yoxdur. O sadəcə bir hobi idi və düşündüm ki, hobini işə çevirmək lazımdır. Yaxşı ki də elədiniz, uğurlu da alınır. Trend olmaq və özünüz olmaq arasında heç belə bir dilemmada qalmısınız, seçim etmə məcburiyyətində olmusunuzmu? Olmuşam, bəli. Çünki bir yerdən sonra insan artıq blogerliyin də bir peşə olduğunu və bəzi şeylərin davamlı eləməli olduğunu anlayırsan. Adi story paylaşmağı görürsən ki, bunu eləmək həqiqətən də sözün yaxşı mənasında məcburiyyətindəsən, çünki səni izləyirlər. Bəzən trendi izləmək, trendi təkrarlamaq, bunları mən sevmirəm. Ümumiyyətlə nə isə kopyalamağı sevmirəm. Çalışmışam ki, öz trendimi yaradım. Məsələn, bir söz işlədim, insanlar onu təkrar eləyirlər, deyirlər. Yəni bu da düşünürəm ki, öz yerində bir kontentdir və bir trenddir. Günay, çox sağ olun. Sizə Siz həmişə sağ belə olun. səmimi olmağı arzulayırıq. Mən də hər kəsə arzulayıram. Mən kiməm və kim olmaq istəyirəm sualları arasında ilişib qalanda autentik ola bilmirsən. Bəlkə də bu daha yaxşıdır. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik.